Reaksiyaya daxil olan maddələrin ilkin mol miqdarları A və B-dir. Gəlin yazaq. Başlanğıc sərf, bir də son yazaq. NO, O2, NO2 yazıram. Baxın, NO nə qədərdir? A qədər. Oksigenin başlanğıcı nə qədərdir? B qədər. Və mənə deyir ki, NO tam sərf olunub. Yəni, bunun hamısı sərf olundu. Sonda nə qaldı? NO-dan 0. Qalmadı yəni sonda. B nə qədər sərf olunub? Gəlin, A-ya görə tapaq görək B-də nə qədər sərf olunub. A qədər NO tam sərf olunanda nə qədər oksigen reaksiyaya daxil olub? Bilmirəm. X yazaq. 2 sərf olunanda 1. Baxın, A-ya X 2-yə 1 olanda X-i nə tapdıq? 0,5 A. Demək ki, bizim oksigenimiz nə qədər sərf olundu? 0,5 A qədər sərf olundu. Sonda nə qədər qaldı? B çıxılsın 0,5 A qədər. Sonra bizə deyir ki, alınmış qarışığın orta molyar kütləsi 40-a bərabərdir. Gəlin baxaq görək, bəs NO2-miz nə qədər alınmışdı? Burada yenə tam sərf olunan NO-ya görə gedib tapaq görək NO2-miz nə qədər alınıb. Y 2-yə də nə uyğun gələcək? 2. Y-i də tapdıq, A-ya bərabər olur. Demək, A molda NO2 alınıb. İndi bizə deyir ki, alınmış qaz qarışığının orta molyar kütləsi 40-a bərabərdir. Alınmış qaz qarışığı nədir? Baxın, artıq qalan oksigen və yeni alınmış olan NO2. A mol NO2-miz var. B çıxılsın 0,5 A qədər də oksigenimiz artıq qalmışdı. İndi bunun molyar kütləsi, orta molyar kütləsi 40-a bərabərdir. Orta molyar kütlənin düsturu necə idi? M orta bərabər idi. Nü1 M1 üstəgəl Nü2 M2 bölü Nü1 üstəgəl Nü2. Burada Nü-nün yerinə A-dır. M1 də deyəndə molyar kütləni nəzərdə tutduq. 14 üstəgəl 2 vur 16, 32 oldu 46. Yəni 46-nı A-ya vurduq. Üzərinə gəldik bu hissəni. B çıxılsın 0,5 A-nı vururuq 32-yə. Sonra bölürük mollar cəminə, yəni A üstəgəl B çıx 0,5 A bərabər edirik 40-a. Buradan hesablayaq. 46 A üstəgəl 32 B çıx 16 A böl 0,5 A üstəgəl B bərabər oldu 40-a. Davam edək hesablamağa. 30 A üstəgəl 32 B. Burada da 40-ı 0,5 A-ya vuranda, yəni 2-də 1-ə vuranda elədir 20 A. Üzərinə gəldik 40 B. A-nı sol tərəfə keçirdik 10 A oldu. B-ni sağ tərəfə keçirdik 8 B oldu. Biz buradan B-ni tapırıq. B bərabər olur 1,25 A-ya. İndi baxın, bizə deyir ki, B böl A-nı tapın. B-ni A-ya bölməliyəm. B-nin yerinə nə yazacağım? B-nin yerinə 1,25 A yazdım. Onu da A-ya böləndə nə qaldı? Elə cavabım oldu. 1,25.